barəsində çox danışmaq olar. İllər lazımdır danışıb qurtarmağa. Birincisi, Allah şəhidlərə qəni-qəni rəhmət eləsin. Qəbirlər bizim içimizdən rəhmətə gedənlərə həmsin. Qalanlara can sağ. Çox şey danışmaq olar. Mən danışanda deyəndə belə, bu 701'in yolunu keçmək o bir tarifdir. Hər bir insan, hər bir orada 701'də, 1810'da olan əskərindən tutur, zabitinə qədər tarixə düşür. Hər birimiz tarix yazmışıq. O tarixdə ildən sonra gələcəksin, nə qədər asılacaq, nə qədər görsənəcək, kimlər biləcək, bilməyəcək. Allah hamını var eləmiş. Allah ömür versin. Balay müəllim, zəhmət olmasa, mən kombat olanda, kəsriyyatlı kombatı, Balay müəllim də həmsinin mənim mavinim olmaqdır. Bizim keçdiyimiz yol başlayaraq Qramor, Xanabad, Fərruxlar keçdiyimiz yol, Yaranboy istiqamətində Tapqaraqoyunludan düz Ruski Parisə qədər, Ağdam istiqamətində o dövrdə 92'də yəni aldığımız əskəran götürdük, yenə də saxladı. Yəni ki, bütün döyüşlərdə iştirak edib, eləmişik, görüşük. Ondan sonra mən yaranandan sonra Balay həmin batalyonu Kəlbəcər istiqamətində apardı. O da indi o dərisidir. Her birimizin hürmətlər çox xoşdur. Bu müəllimlə burada dedi, 80% torpağın saxlanılması qəhrəmanları sizlərsiniz. Qələbə göstərişdə xidmət edib Azərbaycana gəlsəndə ordunun quruluşunu yaradan sizlərsiniz. Siz qurduğunuz ordunun təməli 44 günlükdə özünü göstərdi. Sizlər, bizlər quran orduydu. Bugün o qələbəni bizə yaşatdı. Özünüz bilirsiniz ki, 701-ci brigada haqqında hər birimiz bilirik. Biraz mən informasiya toplamaq məqsədilə kitab yazdırır. Bizim 701'in hamını orada əhatə eləmək olmaz. Sadəcə bir 700 səhvəli burada qalan izlər adında bir kitab yazdır. Orada çox bilmədiklərimi də sizlərdən öyrəndim, bildim. Çünki hər kəs öz keçdiyi, mən Daşaltda olmamışam, Daşaltda nə zülümlər çəkmişsiniz, nə işlər görmüşsünüz, bunun hamısı göz qabağında. Bayaq burada bizim komandirimiz Əzağa müəllim Kəlbəcər əhalisinin hərə bir söz deyil, bəli, 701-ci brigada, özünüz bilirsiniz ki, döyüş tapşırığını yerinə getirirdi Laçında. Kəlbəcərdə 110 kilometr sərhəddə bir batalyon var idi, 712, 701'in tərkibində idi. Ancaq sərhəd qoşunları